Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. TBC Sport'a baxırsınız. Studiyada Dr. Tutu Zeynalovadır və bugün biz D vitaminindən danışırıq. D vitamini mövzusunda çalışaq ki, hər şeyi bilək və bu verilişin də məqsədi məhz budur. Qonağımız tibb üzrə fəlsəfə doktoru, həkim endokrinoloq Nərminə xanım Hüseynovadır. Qeyd edim ki, Nərminə xanım Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının endokrinologiya üzrə dissertasiya şurasının üzvüdür, həmçinin də Uniklinikanın baş həkimidir. Nərminə xanım, D vitamini haqqında çox gözəl məlumatlar verdiniz verilişimizin birinci yarısında. Amma deyirlər ki, hər şey qədərində yaxşıdır. Artıq içiləndə dərd verir suda. İnci tək bir saflıq varsa da suda. D vitamini necə? Artıq ola bilərmi? Yəni D vitamini intoksikasiya halları nə vaxt baş verir və bu zaman nə etmək lazımdır? Çox düzgün vurğuladınız. Əlbəttə ki, hər bir vitaminin, hər bir ümumiyyətlə mikroelementin, indi söhbət bunlardan gedir. Hər bir şeyin dozası var və düzgün gündəlik tələbatı var. Əgər deməli intoksikasiya zamanı 100-dən artıq olur vitamin D nəticəsi və çox kəskin və mürəkkəb keçir bu dövr. Yəni mən görmüşəm, müraciət də eləyiblər çox pasiyentlər. Çox vaxtı da bu özləri yəni məsləhətsiz qəbul edəndə olur. Yəni hardasa eşidiblər, görüblər və qəbul ediblər. Həkim yazıb, onu resept ilə qəbul ediblər və bu əlbəttə ki, bu düzgün deyil və ən əsas burada hansı əlamətlər baş verir? Baş gicəllənmə, halsızlıq, qusma, ürək bulanma, təngi nəfəslik, hətta mən deyərdim ki, ağılları, yəni huşun getməsi, qallüsinasiyalar, yəni bu kimi problemlər baş verir. Dumanlı beyin. Bəli, səpgilər, allergik əlamətləri mən demirəm heç, amma ən əsas da bu baş gicəllənmə, intoksikasiya əlamətləri. Hətta CD-nin ümumi analizində biz yoxlayanda bəzi hallarda elə olub ki, pasiyent müraciət edibdir və analiz nəticəsində bilmişik ki, bu vitamin D intoksikasiyasının nəticəsində yaranıbdır bu əlamətlər və burada CD-nin analizində nə olur ki? CD-nin analizində burada kalsi çox ifraz olunur. Çünki kalsi atılımı sürətlə. Bəli. Bir də silindirlər, ümumiyyətlə orada xüsusi göstəricilər var ki, hansılar ki dəyişilir və bu zaman əlbəttə ki, mütləq həkimin müdaxiləsi, məlhəmlər, sistemlərdir, məhlullardır. Yəni mütləq şəkildə həkim nəzarəti altında qəbul olunur, çoxlu maye qəbul eləməkdir və burada kalsi özü də yəni əlavə toplanır damarlarda, böyrəklərdə daş əmələ gələ bilər, hətta insult kimi problemlər ara gələ bilər. Çünki arterial təzyiq qalxa bilər. İnsan orqanizmində bütün proseslər mürəkkəbləşir, gərginləşir və yəni intoksikasiya çox mürəkkəb gedir. Xüsusən də uşaqlarda mən müşahidə eləmişəm ki, ürək bulanma, baş ağrı, yəni baş gicəllənmə, yəni bunun mütləq şəkildə normada verilməlidir. Lakin ümumi gündəlik müalicədə əgər defisit varsa, əgər çatışmamazlıq varsa, biz pasiyenti müalicə edirik, dərmanları təyin edirik, deməli, düzgün təyinat, doza, müddət, miqdar. Bunları verdikdən sonra yəni təkrar kontrola çağırırıq 2-3 aydan sonra, məsələn üçün bir kurs təşkil edir. Pasiyent gələ bilmir, hər hansı bir yəni səbəblərdən müraciət edə bilmir və düşünür ki, mən bu müalicəni eləyirdimsə, özümü yaxşı hiss eləyirdimsə, mən bunu davam eləyim. Və yaxud da öz başına, yəni öz fikirləri ilə müalicəni dayandırır. Hər iki hal müsbət hal qiymətləndirilmir. Yəni dayandırında əlbəttə ki, burada kəskin düşmə də ola bilər. Çünki biz müalicəni təyin edirik. Sonra onu da qeyd edeyim ki, vitamin D-ni qəbul edən insan dərhal qutardı axırıncı flakon, axırıncı dərman. Səhərsi gedib analiz verməməlidir. Çünki normal göstərəcək. Analizi 10 gün bir dayanmalıdır, gözləməlidir. Ondan sonra 10 gündən sonra
gedib o analizi verməlidir. Əlbəttə ki, həkimin tövsiyəsi nəticəsində və ondan sonra qərar verilir ki, hansı doza təyin olunur və növbəti müayinə birinci müayinə ilə müqayisə olduqdan sonra lazım olan müvafiq müdaxilələr, yəni biz müdaxilələri eləyirik. Və saxlayıcı doza, yəni ki, elə bir doza təyin edirik ki, tutalım vitamin D normallaşıb, biz onu belə buraxsaq, o gələcəkdə yenə də düşəcək və düşməmək üçün gündəlik profilaksik dozadan istifadə edirik. O da fərqlidir. Yəni yenə də bayaq dediyim kimi yaş həddini nəzərə alaraq, insanın yaşını, qadının məsəl üçün hamiləlik dövründə orada ilk trimestrdə birinci 3 aylıqda 4000-dən artıq vermək olmaz. Çünki bu birbaşa təsir göstərir, mənfi təsir. Bəli, ikinci, üçüncü trimestrdə artıq pozulmalara əsasən biz lazım olan təyinatları veririk. Uşaqlarda yaş məsələsi var, yaşlı insanlarda, bayaq dediyim artıq çəkili insanlarda, metabolik sindromlu, şəkərli diabet olan insanlarda bunlar hamısını biz nəzərə almalıyıq. Lakin əgər orada artıq intoksikasiya gedibsə, artıqdırsa, bayaq dediyim kimi sistemlərdir, məhlullardır, vena daxili müdaxilələrdir və çoxlu mayedir və əlbəttə ki, həkim nəzarəti altında hər şey olmalıdır. Və təbii ki, D vitamini qəbulunu dərhal saxlamaq lazımdır, əgər intoksikasiya əlamətləri varsa. Mütləq, əlbəttə. Bir qrupda insanlar var ki, deyir ki, mən nə qədər D vitamini içirəm, mənim D vitaminim qalxmır. Nə vaxt verirəm, deyirlər azdır. Burada nədir problem? Burada problem odur ki, analizin, mən həmişə demişəm, müalicəni etmək və müalicəni düzgün etmək. Bunlar fərqli bir şeylərdir. Pasiyent gəlir, doktor, mən o dərmanı içirəm, mənə təsir göstərmir və əlbəttə ki, əgər orada defisit varsa, əgər 20-dən aşağıdırsa və yaxud ondan kəskin defisit varsa və biz ona damcı ilə gündəlik doza veririk, bu, belə deyək də, boş bir otağı damcı ilə doldurmaq məsələsidir. Düzgün doza seçilməlidir və düzgün təyinat getməlidir və həm o zaman da insan 5 ay, 6 ay vitamin D içə bilər, heç bir təsiri göstərib, yəni ola bilməz. Amma 3 həftə, 4 həftə düzgün, lazımı dozanı qəbul eləsə, artıq biz nəticəni görmüş ola bilərik. Və siz biraz əvvəl qeyd etdiniz ki, D vitaminini saxladıqdan heç olmasa bir həftə 10 gün sonra təkrar analiz verib nəticəyə baxmaq lazımdır. Və kimin D vitamininə, biraz əvvəl əslində bu məsələyə toxundunuz, istəyirəm biraz daha açaq bu mövzunu, daha çox ehtiyacı var. Və laktasiya dövründə uşaqlara pediatrlar tövsiyə edir ki, mütləq doğuşdan, dünyaya gələndən ilk günlərdən davamlı D vitamini istifadə etsinlər. Bəzi analar düşünür ki, mən uşağa süd verirəmsə, özüm də içirəmsə, uşağa verməyə bilərəm D vitamini. Burada da səhv edirlər. Bax, istəyirəm bu məsələyə toxunasınız. Yəni, uşaqlar və yaşlılar. Ümumiyyətlə, uşaqlar doğulandan pediatrlar tərəfindən vitamin D təyin olunur. Amma mən belə deyərdim ki, ana bətnində olanda, hamilə qadınlarda da hər şey oradan başlayır və əgər hamilə qadında vitamin D aşağıdırsa, əlbəttə ki, onun dölündə, gələcəkdə doğulan uşağında da vitamin D aşağı olacaq. Və həmin o uşaqlar düzgün, yəni yaş həddinə əsasən orada dozalar fərqlənir, deməli, və nəticədə rahit xəstəliyi yaranır. Yəni, bilirsiniz ki, vitamin D çatışmamazlığı rahitin əmələ gəlməsini gətirir, çıxardır. Orada da yüngül, orta, ağır növləri vardır. O ki, qaldı yaşlılarda həm vitamin D aşağı düşdükcə kalsi də aşağı düşür və beləliklə, yəni kalsi aşağı olanda da yaşlılarda osteoporoz, osteopeniya, yəni əvvəl osteopeniya, sonra osteoporoz yaranır. Sümük kütləsi azalır, toxuması incəlir, sınıqlar yaranır. Ən çox bud çanaq sınığı, bud sümüyünün boyun hissəsidir, fəqərələr sınıqlarıdır, sonra bilək sınıqlarıdır. Ən çox rast gəlinən sınıqlar odur. O da əlbəttə ki, insanların həyat keyfiyyətini pisləşdirir, ölüm riskini artırır, gələcəkdə ümumiyyətlə özünə, yəni qulluğunu, yəni insanlar kimlərsə çətinləşdirir, asılı olurlar, onların depressiyadır, stressdir və nəticədə hətta ölümlə
yəni nəticələnir. Ona görə vitamin D, ümumiyyətlə vitamin D-ni kalsi ilə bir yerdə qəbul etmək lazımdır ki, onlar bir-birlərinə köməklik eləsin və filixinon eşitmisiniz, vitamin K, K vitaminini də əlavə etmək olar, amma bu aiddir o insanlara hansılarda ki, sümük skeletinin formalaşması normada gedir. Bilirsiniz ki, sümük toxuması 4 proses gedir. 90 gün ərzində sümük toxuması yenilənir. Amma yəni burada hər bir prosesdə, hər hansı bir prosesdə, mərhələdə pozulmalar varsa, orada artıq yəni çox fərdi yanaşırıq. Yəni K vitaminini bəzi hallarda heç təyin eləmirik. Ona görə yenə də biz arxalanırıq həkim məsləhətinə, həkimlərə güvənək, müalicələrimizi düzgün aparaq. Bir də D vitaminini günün hansı vaxtı içək, yeməkdən öncəmi, sonramı və biz apteka girib D vitamini istəsək, bizə müxtəlif çeşiddə vitamin D təklif olunacaqlar. Bunun kapsulası da var, tabletkası da var, spreyi də var, yağı da var, suyu var, su bazlı var, maye bazlı. Yəni doğru vitamini, doğru preparatı necə seçməliyik? Ümumiyyətlə, hər hansı bir preparatın bir neçə növü var. Tabletindən tutmuş, bayaq dediyiniz şamdır, inyeksiyadır, həbdir, kapsuldur. Və burada ən əsas orada dozировkadan söhbət gedir, dozadan gedir və düzgün çatışmamazlığı biləndən sonra biz düzgün dozanı istənilən formada təyin eləyə bilərik. Lakin əlbəttə ki, tədqiqatlar da onu göstərib ki, ümumiyyətlə vitamin D yağda həll olunan bir vitamindir. Onun maye növü də var, su tərkibli, yağ tərkibli də var və bu maye növü daha yaxşı mənimsənilir. Amma yəni bu çox fərqlidir. Yəni tabletlər də yaxşıdır, bəzi hallarda çeynənilmə tabletlər, yağlar da, yəni məhlullar da. Amma hansı hal günorta saatlarından sonra mən daha çox məsləhət görə bilərdim. Günorta saatları nəyə görə? Çünki səhər saatları, qış aylarında səhər saatlarında da istifadə eləmək olar. Bəzi hallarda bunların tərkibi yağ olduğu üçün ürək bulanma verə bilər. Yəni xoşa gəlməz hallar. Bir də ki, məsəl üçün vitamin D-ni qəbul eləmək, sonra çıxmaq və çöldə ultrafiolet şüalar altında biraz o insan orqanizminin energetik amminlərini sürətləndirib insana pis təsir göstərə bilər. Ona görə biz tövsiyə edirik günorta saatlarında istifadə etmək. Yeməyin də fərqi yoxdur. Yəni yeməkdən sonra da qəbul oluna bilər. Və vitamin D istifadəsi, biraz əvvəl siz qeyd edərsiniz, amma istəyirəm biraz daha açaq bu mövzunu. Bugün çox yayılıb Hashimoto xəstəliyi, autoimmun tiroidit. Və bu pasientlərdə xüsusilə biz D vitamininin aşağı olduğunu görürük və bəzi çalışmalar göstərir ki, D vitaminini qaldırdıqca anti-TPO düşməyə başlayır normal səviyyələrə. Sizin təcrübəniz nə göstərir? Çünki siz yəni yüzlərlə, minlərlə belə pasientlər görmüsünüz. Ümumiyyətlə Hashimoto xəstələrinin həyat keyfiyyətinə vitamin D necə təsir edir? Çox sağ olun sualınıza görə. Həqiqətən də çox aktual bir mövzudur, mövzuya toxundunuz. Autoimmun tiroidit Hashimoto xəstəliyidir. Ümumiyyətlə Hashimoto alimdir, hansı ki bu xəstəliyi icad edib, aşkarlayıbdır. Hashimoto'nun 3 mərhələsi var bu autoimmun tiroiditin. Toksik mərhələsi, eutiroid mərhələsi və hipotireoz mərhələsi. Və mərhələsindən asılı olaraq həmin o ümumiyyətlə xəstəlik zamanın birinci əlamətində, yəni hormonlarla yanaşı vitamin D düşür, selen düşür, digər mikroelementlər aşağı düşür. Və biz həqiqətən də artıq bu protokollarda da var. Autoimmun tiroiditin müalicəsində vitamin D-ni biz istifadə edirik və burada mən belə düşünürəm, bilirsiniz ki, autoimmun tiroidit immunitetin düşməsi, yəni genetik olaraq immunitetin düşməsi nəticəsində özünü büruzə verən bir geniş yayılmış qalxanvar vəzin xəstəliklərə aid olan bir xəstəlikdir. Və burada vitamin D immuniteti artıraraq birbaşa tiroid hormonların funksiyasını yaxşılaşdırıb onların bərpasını təmin edir. Və əlbəttə ki, burada da çox vaxtı bizim mütləq şəkildə müalicəmizdə vitamin D
mütləq şəkildə olmalıdır. Hətta nəinki tiroid hormonlar, ümumiyyətlə bilirsiniz ki, endokrinologiya elə bir elmdir ki, burada deməli hormonların deməli təsirini, hormonların sintezini və təsirini öyrənən bir elmdir və bir çox hormonların deməli təsirinə müsbət təsir göstərir vitamin D. Vitamin D yox, hormon D. Bəzi hallarda mən deməli verilişimizin əvvəlində də onu vurğuladım ki, hormon D niyə görə? Çünki o çox mürəkkəb təsir göstərir. Hormonların ümumiyyətlə mexanizmi çox zəngin, mürəkkəb, geniş spektrli olduğu üçün onun təsiri də yəni genişdir. Görün, hər bir şey demək olar ki, təsir göstərir. Şəkərə, piy toxumasına, immunitetə, ümumiyyətlə deməli əhval-ruhiyyəmizə, hər bir şeyə, düzdür, yəni həm sinir sisteminə təsir göstərir, sinir keçiciliyini yaxşılaşdırır, çatışmazlıq olanda stress olur, diqqət əksikliyi olur, diqqət əksikliyi olur, koqnitiv funksiyalar pozulur uşaqlarda, diqqət yayınır. Ümumiyyətlə insanın inkişafına təsir göstərir, mənfi təsir göstərir. Və depressiyaya meyilli olurlar D vitamini əksik olan insanlar. Tamamilə doğrudur, bəli. Depressiya, stress, gərginlik, ümumi zəiflik, xroniki yorğunluq, əsəbilik. Və şəkər mübadiləsinə siz verilişin əvvəlində də qeyd etdiniz, indi də vurğuladınız ki, şəkərli diabetli xəstələrin də həyatında olmazsa olmazdır bu hormon D. Bəli. Sizin dilinizdə bilirsiniz ki, şəkərli diabet xəstəliyi zamanı burada metabolik sindromlar olur. İnsulin dirənclik deyək də, yəni prediabet deyək, onu bir çox adlandıra bilərik və burada vitamin D çatışmamazlığı birbaşa bilirsiniz ki, bu yenə də autoimmun xəstəliklərə aid olan bir vitamindir və onun bərpası əlbəttə ki, çox zaman biz müşahidə edirik, pasientlərə çox müsbət təsir göstərir. Əlbəttə, əsas müalicəni biz apardıqdan sonra paralel olaraq, simptomatik olaraq öz lazım olan müalicələrimizi təyin edirik. Və son 2 dəqiqəmiz qalıb, belə bir sual verəcəm sizə. D vitamini nə ilə içək? Su ilə içək, qatığa qataq, südə qataq? Hansı içkilərlə içmək olmaz ki, mənimsəməsinə mane olur? Vitamin D nə ilə olmaz, gəlin belə deyək də. Əsas bu məsələ. Əsas məsələ təyin etdikdə bilirsiniz ki, pasientləri ümumiyyətlə nəyisə müalicə edəndən əvvəl soruşursan, anamnez toplayırsan ki, hansı dərmanları qəbul edir, hansı vitaminləri qəbul edir və çox vaxt aşkarlayırsan ki, bir çox digər vitaminləri istifadə edir. Məsəl üçün, vitamin D, vitamin A və Y vitamini ilə bir yerdə qəbul olunmamalıdır. Çünki onlar bir-birlərini neytrallaşdırıb, bir-birlərinin soğumasına mənfi təsir, mane olur. Ən azı bir yerdə qəbul olunmalı, bir saatda qəbul olunmamalıdır. Çünki bəzi xəstəliklər var ki, orada o bayaq sadaladığım A, Y vitaminlər mütləq istifadə olunmalıdır. Ən azı onlar bir yerdə bir saatda olmalıdır. O ki, qaldı qəbuluna, yəni bilirsiniz ki, bu yağ məhsuludur və yaxud tablet olur, yəni bu özünü qəbul eləsə daha yaxşı olar və yaxud da yağ məhsullarını biz çörəyə töküb üstündən yəni limonla istifadə eləməsini daha çox məsləhət görürük. Çünki limonun tərkibində olan vitamin C özü də onun soğurulmasına, mənimsənilməsinə çox kömək eləyir. Və yaxud da elə pasientlər var ki, birbaşa onu qəbul edir, heç bir problem yaranmır. Elə pasientlər var, doktor, bizim ürəyimiz bulanır, biz onu qəbul eləyə bilmirik, əziyyət çəkirik. Yağ yazmayın. Bizim bir çox tabletlərimiz, çeynənilən tabletlərimiz, qəbul elədiyimiz tabletlərimiz var ki, biz onu ondan əvəz eləmiş oluruq. Bəli, əsas məsələ həkimə vaxtında müraciət etmək və D vitamininin nə dərəcədə aşağı olduğunu müəyyən edib, ona uyğun həkimin yazdığı müalicə sxeminə uyğun qəbul etməkdir. Düzdür. Yəqin ki, son çağırışımız da bu olacaq. Mən təşəkkür edirəm sizə. Çox sağ olun belə dəyərli məlumatlar üçün. Mən də özüm üçün çox şeyləri, həm bildiklərimi təkrarladım, bilmədiklərimi də öyrəndim. Bugünkü qonağımız Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının Endokrinologiya üzrə Dissertasiya Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru, həkim endokrinoloq Nərminə xanım Hüseynova idi. Dostlar, qeyd edim ki, Nərminə xanım həmçinin də Uniklinikanın baş həkimidir.
Və son olaraq verilişimizin sonunda həmişə olduğu kimi verilişimizin ərsəyə gəlməsində böyük dəstəyi olan sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansızsa xüsusilə, bilirsiniz ki, veganlar ümumiyyətlə heyvan mənşəli heç bir məhsul istifadə etmirlər, süd məhsulları da həmçinin. Bundan əlavə laktasiya dövründəsinizsə, hamiləsizsə, o zaman kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də təyinata uyğun olaraq məhz güvəndiyimiz Ştada şirkətinin 25 ildən artıq mövcud olan kalsium D3 nikamet, portağal və limon dadlı çeynəmə tabletlərindən istifadə edə bilərsiniz. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Sınanmış preparatdır. Biz həkimlər çox güvənirik. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz idman həkimi doktor Fərid Səlimovadır. Fərid Səlimov Britaniya təhsilli idman həkimidir və müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idmanla sağala bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edib Fərid doktorla görüşməyiniz kifayətdir. Doktor, bir daha təşəkkür edirəm sizə. Çox sağ olun ki, gəldiniz, dəyərli vaxtınızı bizə ayırdınız. İnşallah yenidən gözləyirəm çox maraqlı mövzularımızla. Sizə də təşəkkür edirəm dostlar, səbriniz üçün, bizi izlədiyiniz üçün. Həftədə 5 gün saat 13:30-da CBC Sportda Ay Həkim verilişinə baxmağı unutmayın ki, tibbi bilikləriniz artsın və sağlamlığınız mövzusunda maksimum maariflənəsiniz. Özünüzə yaxşı baxın. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.